Sabah hava necə olacaq? Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün yanvarın 24-dür və yanvarın 25-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı və az çiskinli olacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz isə 5-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə də isti, gündüz isə 6-10 dərəcə isti olacağı gözlənilir. Məhz dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti hava müşahidə olunacaq. Gecə və səhər dağlıq və dağ ətəyi rayonlarda isə yolların buz bağlama ehtimalı olacaq.